Martın 17-sinə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın istiliyi gecə 7-12 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Havanın istiliyi gecə 8-12 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.